Bu məscidin Ağdamda və Ağdam cəmiyyəti üçün xüsusi bir mənəvi ocaq olaraq, mənəvi dəyər olaraq çox böyük rolu var. Və bu dəyər məscidin daxili çərçivəsində olmuyor. Və bu məsciddən kənarda rayonumuzun, cəmiyyətimizin hər bir evinə sirayət edib. Məscidin müqəddəsliyi hər bir evimizdə öz əksini tapmışdır. Biz hələ uşaq olarkən bu məscidə nənələrimizlə, babalarımızla gələndə, bu məsciddə keçirilən məclislərdə iştirak edəndən sanki biz bu məscidin əhli kimi formalaşmışdıq. Çünki bütün mənəvi dəyərlər burada birləşirdi. Və bu məscidin təsiri bizlə bərabər evimizə gedirdi. Biz məscidimizə daxil olanda Quran-ı Kərimdən bir ayə yazılıbdır qapının üstünə. Allah Peyğəmbərinə deyir ki, zəfəri biz sənə verdik. Biz səni açıq-aşkar dəlillərlə düşmən üzərində qalib elədik. Bu ayə Allahın ayəti idi bizim məscidin üzərində. Allah bu zəfəri bizim ordumuza da, Ali Baş Komandanımıza da verdisə, mütəal Allah verdi. Və öz evin bizim üçün dəlil nişan verdi. Bu günlərim Ağdama gələn hər bir sakin, Ağdama ziyarət edən hər bir şəxs bu məscidə gəlir. Məsciddən öz evinin ünvanına gedib çıxa bilir. Və bizim qələbəmizin də əlaməti olaraq bayrağımızın da sancılması məscidimizə qismət oldu. Həqiqətən bu bir Allahın hikmətidir, Allahın bizə verdiyi bir lütfüdür ki, biz indən sonra da Ağdamımızı quranda da, Ağdamımızı bərpa eləyəndə də məscidimizin dəyərini bilək və məscidimizdə Allaha şükraniyyətliyimizi yüksək səviyyədə qaytara bilək. Bizim bu yeni mənzilimizə, Ağdamımızdakı evimizə xoş gəlmişsiniz. Təbii ki, bu günləri burada yaşamaq özü bir Allahın lütfüdür, Allahın neymətidir. Biz 5 ildən öncəki zaman çərçivəsində 30 ildə, 30 neçə ildir biz məcburi köçkün həyatı yaşamışıq və nə qədər insanlarımızın arzu ilə dünyadan köçməyini görmüşük və mən bunların çox təəssüf ki, böyük əksəriyyətində iştirak eləmişəm. Amma bu 5 ildə Ağdamlı günlər yaşamaqlığı nəsib olubdur. Allah şəhidlərimizin ruhunu şad eləsin, Allah ordumuzu müzəffər eləsin, Allah Ali Baş Komandana can sağlığı versin. 5 il bundan öncəki o viravan, dağılmış Ağdama ki gəldik, gördük. Xəyallarımız dağılmışdı, uşaqlığımız dağılmışdı. Necə buradan yaddaşımızda götürüb apardığımız Ağdam gəldi ki, tamamen başqa bir haldadır. Amma Allahın bugünkü günlərinə şükürlər olsun ki, bu 5 ildə Ağdamımız dirçəlib. Çox gözəl quruculuq işləri dövlətimiz tərəfindən aparılır və artıq 2000-ə yaxın Ağdamlı sakin gəlib məskunlaşıb və o saylardan biri də çox şükür Allaha ki, biz olmuşuq. Artıq biz Ağdam sakiniyik. Mən inanırsınız bir həqiqəti sizə deyim, hasarı qəbul elədiyim günə qədər çox gəlib getmişdik. Dəfələrlə sizlə də görüşmüşük burada. Amma ən həyəcanlı gün idi mənim üçün. Çox həyəcanlı gün idi. O hasar qəbul edən günü bəlkə də insanın, mənim şəxsən elə bir ruhum bədənimdən çıxacaqdı ki, artıq bizim Ağdamda evimiz var, yeni evimiz var, yeni ünvanımız var. Artıq biz Ağdamın sakiniyik. Biz burada gecələyə bilirik, artıq qala bilirik. Bir dənə də sirri deyim sizə. Həmişə dua edirdim Allah ki, evim olsun, əzan səsini eşidim.
Demek ki duanın qəbul olma zamanı var. Allah insana ne verecek özünü xüsusi bir günü var. Allah onu bize Ağdamda nəsib elədi. Biz her gün azan səsini eşidirik evimizdə. Əzanın səsi ilə dururuq, ibadətimizi eləyirik. Əzanın səsi, məsciddən gələn əzanın səsi ruhumuzu Allahın huzuruna çağırır. Çox mükəmməl bir nemətdir. Yəni bunun Ağdamda olması məni təsirləndir. Həssas adamım, biraz həssas şeylər mənə çox təsir edir. Bilmirəm. Bütün bu söylədiklərim, bu hiss etdiklərimizin hamısı sözün əsl mənasında böyük qayıdışdır və elə bizim bu hisslərimizi anlayaraq proqramın adını böyük qayıdış qoyublar. O tam olaraq bizim bu yurda dönüşümüzü əks elətdirən bir prosesdir. Bu günlərim hər bir Ağdamlının ümumiyyətlə işğaldan azad olunmuş ərazilərimizdə, Laçın olsun, Şuşa, Kəlbəcər, yəni insanların hamısının biz keçirdiyimiz hissləri keçirirlər. Və bu çox böyük bir qayıdışdır, qayıdış proqramıdır. Bəlkə də bizim hisslərimizi nəzərə alıb başa düşüblər, bunun adını böyük qayıdış qoyublar. Bu bizə bir stimul verir. Biz artıq qayıdırıq. Yenə deyirəm, biz bir regiona qayıtmırıq. Bütün işğaldan azad olunmuş torpaqlarımıza qayıdırıq. Gözəl təbiətimizə qayıdırıq. Biz bəlkə də zamanında bunların gözəlliyin cavan olduq, uşaq olduq, bilmədik, amma indi əqlimiz, idrakimiz dərk eləyə qayıdırıq və bu böyük qayıdış bizi çox böyük uğurlara aparacaq, inkişafa aparacaq. Özümü çox xoşbəxt bəndə hiss edirəm ki, mən hər gün ən azı, əksər vaxtlarda 3 vaxtı, ən azı 2 dəfə namazımızı gedib məsciddə qılırıq. İnsanlarla həm söhbət oluruq, bir yerdə ibadət edirik, bir yerdə dualar eləyirik, şəhidlərimizin ruhuna dualar eləyib, Quran oxuyuruq. Qazilərimizin sağlamlığı üçün şəfa diləyirik. Yeni sakinlərimizin evlərində huzurlu yaşaması üçün, xoşbəxt, sağlam yaşaması üçün dualar eləyirik. Və bunları da bizə yaşadan hər kəsin xidməti varsa, onlar üçün də dualar eləyirik. Beş yıl bundan öncə məscidimizin halətin biz hamımız bircə yaşamışdıq ki, düşmənlərimiz məscidi necə viran eləmişdilər. Amma o gündə və bu gündə bizim məscidimiz bizim Ağdamımız üçün, Ağdam sakinləri üçün biz qeyd eləmişdik ki, sanki bir mayaqdır, bir nurdur ki, hamımız gəlib məsciddən ünvanlarımıza gedib çıxmışdıq. Həmd olsun bugünkü günə, Allah şəhidlərimizin ruhunu şad eləsin, Allah Ali Baş Komandanımıza, Cənab Prezidentimizə uzun ömür nəsib eləsin ki, onun göstəriş əsasında, Heydər Əliyev Fondunun rəhbərliyinin diqqət əsasında bugün məscidimiz öz halı ilə, keçmiş memarlıq üslubu qorunub saxlanmaqlıqla artıq biz sakinlərə təhvil verilmişdir. 5 ildə həyat o qədər dəyişib, zənginləşib, gözəlləşib, Ağdamımız o qədər inkişaf edibdir ki, biz artıq təzə ünvanlarımızdan, təzə evimizdən məscidimizə gəlirik, ibadətdarıycan və buradakı qonaqlarımızı qarşılamağa, onları yola salmağa, onlara məscidimizin barəsində, Ağdamımızın barəsində məlumat verməyə. Bu çox qürur verici bir haldır ki, Allah bunu bizə nəsib edibdir. Şükürlər olsun ki, mən bugün Ağdam sakini olaraq məscidimizdə öz Ağdamlılarımızı qarşılayırıq, onlara xidmət edirik, onlarla bir yerdə namaz qılırıq və artıq Ağdam məscidinin izzəti, Ağdam məscidinin hörməti tək Ağdam üçün yox, Ağdamdan kənar hüdud artıq respublikamızı əhatə edib. Çünki bu 5 il müddətində respublikamızın bütün müxtəlif bölgələrindən gələn insanlar Ağdam Cümə məscidini gəlib ziyarət edirlər və bu məscidin haqqında məlumatlar ələ gətirirlər. Çünki Ağdam Cümə məscidi qazi məsciddir.
30 ildən artıq əsarətdə qalan bir məsciddir. Hər cür erməni vandalizminə məruz qalan bir məsciddir ki, amma bu gün məscidimizin özünün özünə qayıtması, məscidimizin memarlıq üslublarının qorunub təmir olunması həm bizdə, həm də gələn ziyarətçilərimizdə xoş təəssürat bağışlayır. Hamı buranı bir müqəddəs yer kimi ziyarət edirlər. Hər zaman Ağdam Cümə məscidi Ağdam sakinlərinin ən müqəddəs bir yeri olmuşdur. Bizim cəmaatımız məscidə çox böyük hörmətlə yanaşırdılar və bu gün də o cürdür. İnanırsınız, bu gün bizim sakinlərimiz gəlib bizdən nəyi tələb edir ki, məsciddə bəlkə əzanın səsini biraz da artıq verəsiniz, biz onu yaxşı eşidək. Bəzən olur ki, texniki səbəblərdən onlar elə başa düşür ki, biz onun bəlkə də səsini almışıq falan. Yəni bu həqiqətən məscidə olan çox böyük ehtiramdandır ki, biz əzanın səsini evlərimizdə eşidirik və hamımız əzan səsi ilə oyanırıq. Bu cür gözəlliklərin yaşamaq insana qürur verir. Mən özümü çox xoşbəxt hiss edirəm. Ona görə ki, mən hələ uşaq yaşlarımda ilk ərəb əlifbasını bu məsciddə öyrənmişəm. Və mən bu məscidin məzunu kimi buradayam. Məsciddə təhsil alan bir tələbənin 30 illik həsrəti və daim onu ki, Allahdan istəyirdim ki, Allah mənə nəsib eləsin ki, gedim mən o məsciddə xidmət eləyim, o məsciddə görevli olum. Allah onu mənə nəsib eləyibdir. Bugün mən Ağdam Cümə məscidinin axın müavininə təyin olunmuş bir görevliyəm. Yəni bugün 30 ildə həsrətində olduğumuz və arzu elədiyimiz bir xidmətin səlahiyyətini daşıyıram və bu məsuliyyətli işi çiyinlərimizə götürüb din dövlət münasibətlərini insanlara çatdırmaq, dinimizin qayda qanunların, hökm və ehkamlarını çatdırmaq, o cümlədən də bu gözəllikləri bizə yaşadan dövlətimizin apardığı məqsəd yönlü inkişafda fərd olaraq xidmət eləməyimiz bizim üçün çox böyük şərəfdir. Bu mənada bugün mən təkcə Ağdam sakini deyirəm, həm də mən Ağdam Cümə məscidinin işçisiyəm. Və bu mənim üçün hər mənada özümə qayıtmaq deməkdir. Mən özümlə qayıtmışam, ruhumla qayıtmışam, arzularımla qayıtmışam. Dünyanın ən gözəl mənzərəsi. Mənim əzizim, bütün Ağdamın əzizi Çimnaz xanım və hamının sevimlisi, çox böyük hörmət izzət sahibi Ağamir Rövşən, din xadimi, çox hörmətli iki insan, balkon qonşusudur. Keçmişdə buna çəpər qonşuluğu deyəkdir. İndi çəpər qonşuluğunu balkon qonşuluğu əvəz eləyib. Qəşəng şirin-şirin söhbət eləyirlər. Mən də iki evə birdən qonaq gəlmişəm. Ora keçirəm, bura keçirəm. O evə keçirəm, bu evə keçirəm. Allah hamıya qismət eləsin bax bu gözəl qonşuluqdan. Bu evin içərisində, evlərin içərisində hamınıza gözəl günlər nəsib olsun. Bizə də qismət olsun. Gəlin sizlə bir məhəllədə yaşayaq. İnşallah olur. Bunlar hamısı sənin evindir. Çox sağ olun, var olun. Bizim evimiz, sənin evin nə fərqi var? Qız balamızsın. Çox sağ olun. Allah evlərinizi var eləsin. Allah içində can sağlığı ilə oturmaq qismət eləsin. Leyliyə dənə badnosta sürsün versin, burada bir çay içelim. Gəlin. Neçə nəfərik? Neçə nəfərsiz? 5. 6.